Salam əziz şagirdlər, mən Samir Balaçı. Bugün sizə English Grammar and Vocabulary kitabından adverb bölməsini izah edəcəm. Əziz şagirdlər, dərsliyimizin ilk 3 bəndində, yəni Unit 48-də zərflər nələri təyin edir, zərflərin mənaca növləri, quruluşsa sadə düzəltmə və mürəkkəb olması ilə bağlı qeydlər var. Və mən bu qeydlərin hansıları ki, özünüz oxuyub başa düşəcəyiniz şeylərdir. Misal üçün, zaman zərfləri hansılardır? Yəni, bunun izaha ehtiyacı yoxdur. Özünüz oxuyub başa düşəcəyiniz şeyləri keçirəm. Direkt olaraq sizə hansı hissəni izah edirəm. Baxın, zərf düzəldən şəkilçilər içində belə bir şəkilçi var. LY şəkilçisi. Bu şəkilçi əziz şagirdlər, ismə artırılsalar, sifət yaranırlar. Misal üçün, friend isimdir. Mən buna LY şəkilçisi artırsam, ortaya nə çıxır? Sifət çıxır. Oldu friendly, mehriban. Amma sifətə artırsaydım, quick sifətdir. Buna mən LY artıranda isə ortaya zərf çıxır. Yəni, isimə LY artıranda sifət olur, sifətə LY artırılanda isə zərf olur. Və sizdə sual yarada bilər ki, müəllim, bəs biz deyək ki, hər hansı bir söz görürük. Ola bilər kökündə ly var. Misal üçün, silly sözünün kökündə ly var. Və yaxud götürək friendly sözünü. Friendly sözü ly ilə düzələn sifətdir. Biz indi bax, bunların hər ikisi sifətdir. Birinin kökündə ly var, biri də isimdən düzələn sifətdir. Biz bu sifətləri zərf kimi işlətmək üçün, o zaman biz bunlara bir dənə dəmi ly artıracaq? Xeyr. Əgər sifətin sonunda ly varsa, dəxli yoxdur, şəkilçidir və ya köküdür. Bunu zərf kimi işlədəndə in a way birləşməsinin içərisində işlədirik. Deyirəm ki, she behaves in a silly way. O, axmaq kimi özünü aparır. Yəni, çox axmaq kimi davranır. Burada silly sifətdir, amma in a way birləşməsinin içərisində biz bunu işlədəndə bu hərəkətin tərzini bildirə bilir. Bu birinci qeydimizdir. İkinci biz nəyi bilməliyik şagirdlər? Bəzi sözlər var ki, onlar deyirlər ki, biz nitq hissəsi kimi həm sifətik, həm də zərfik. Misal üçün, fast. Bu həm sürətli qatar sifətdir, həm də o sürətli qaçırdı zərfdir. Bu söz deyir, mən həm sifətəm, həm zərfəm, ona görə mənə ly artırmağa ehtiyac yoxdur. Fast da fastly deməyə ehtiyac yoxdur, belə bir söz yoxdur. Amma bu tip sözlər sadəcə bu fast deyil. Misal üçün, hard ola bilər, late ola bilər, niyə ola bilər, high ola bilər. Baxın, bu tip sözlər çoxdur ki, nitq hissəsi kimi həm sifətdirlər, həm də zərfdirlər. Amma məsələ nədir? Bunların içərisində bir dənə fastdır ki, bu söz heç vaxt ly götürmür. Amma digərləri ly götürə bilirlər. Səbəb nədir? Baxın, bu il çıxan topluya bunlarla bağlı çoxlu testlər əlavə ediblər. Ona görə mən bunları sizə diqqətlə qulaq asın, izah edəcəm. Baxın, öncəliklə, baxın, bu söz late, nitq hissəsi kimi həm sifətdir, həm də zərfdir. Həm sifət, həm zərf olaraq mənasını dəyişirmi? Xeyr. Baxın, late breakfast. Buradakı late sözü sifətdir, gec səhər yeməyi. She came late deyəndə isə, buradakı late sözü isə zərfdir, o gec gəldi. Sizdə sual yarana bilər. Müəllim, madam ki, late həm sifət kimi, həm də zərf kimi işlənə bilər. Bəs bu zaman late sözünə niyə ly artırmaq olur? Mən az öncə sizə dedim, misal üçün, fast sözünə artırmaq olur. Amma digərlərinə ly artırmaq olur. Səbəb nədir? Yadda saxlayın şagirdlər. Baxın, mən burada işlətdiyim late sifət idi, adjective yazıram bura. Buradakı late isə adverb, zərfdir. Düzdürmü? Baxın, bunlar həm sifət, həm zərfdirlər. Amma bunlara görsəniz ki, ly artırıblar, bilin ki, fərqli mənalı bir zərf yaradıblar. Misal üçün, late zərfindən fərqi nədir? She came late, o evə gec gəldi. Lately zərfi isə mənası son zamanlar deməkdir. Baxın, gec zərfi ilə bunun arasında tam fərqlidir, mənaları tam fərqlidir. Yəni, oxşarlıq yoxdur. O evə gec gəldi, bu isə nə deməkdir? Son zamanlar. I haven't seen him lately. Mən onu son zamanlar görməmişəm. Və bu tip zərflər sonradan ly götürüb fərqli mənalı
söz yaradan bu zərflər bir də dərəcədə işlənmirlər. Yəni siz more lately sözü görə bilməzsiniz. Bunlar dərəcədə işlənmirlər. Və yaxud niyə? Nitq səsi kimi niyə? Həm sifətdir, yaxın bir kənd, bax burada oldu sifət. Bir də deyirəm ki, he came, niyə mi? O mənim yaxınıma, yəni yanıma gəldi. Nitq səsi kimi birinci bənddə bu sifət idi. Baxın, bu sifət idi. Bu ikinci bənddə isə adverbdir. O mənim yanıma gəldi. Bəs yaxşı müəllim, niyə-li zərfinin niyə zərfindən fərqi nədir? Baxın, yenə fərq var. Niyə zərfi həqiqi mənada yaxın deməkdir. O mənim yaxınıma gəldi. Amma niyə-li zərfi tam fərqli mənalı bir zərfdir və dərəcədə işlənmir. Mənası az qalsın ki deməkdir. Az qalsın ki yıxılırdım, az qalsın ki imtahandan kəsilirdim, az qalsın ki maşını qəza edirdim, yəni etmədim. Az qalsın ki nəsə olurdu kimi tərcümə olunur. Yəni bu baxmayın ki, ly artırmışıq buna. Nearly zərfi ilə niyə zərfi tam ayrı-ayrı sözlərdir, mənalardır. I nearly missed the bus this morning. Mən bu səhər az qalsın ki avtobusu ötürürdüm. Çatıb avtobusa, amma az qalsın ki avtobusu ötürəcəkdim, çata bilməyəcəkdim deməkdir. Başqa bir zərf burada hard zərfidir. Hard zərfin özəlliyi nədir? Baxın, a hard task mənası nədir? Çətin tapşırıq. Hard sözü burada sifət oldu, diqqət elədinizsə, sifət kimi işləndi. Bura adjektiv yazaq. Amma hard həm də bilirsiniz ki, nədir? Zərfdir. Mənası nədir? Zərf kimi çox deməkdir. He works hard, yəni o çox çalışır deməkdir. Bəs müəllim, hard həm sifət, həm də zərfdir. Bəs hardly nədir? Hardly də zərfdir. Bəs hardly zərfinin hard zərfindən fərqi nədir? Gəlin baxaq. Bunların arasında iki dənə böyük fərq var. Bunlara diqqətlə baxmaq lazımdır. Birincisi, hard zərfi çox deməkdir. He works hard o deməkdir ki, o çox çalışır, var gücü ilə çalışır. Amma hardly zərfinin mənası odur ki, hardly zərfini hansı cümlədə gördünüz, o cümləni inkar kimi tərcümə edə bilərsiniz və hətta o cümləni inkar kimi tərcümə edəndə qarşısına demək olar ki sözünü də yazın. He hardly works o deməkdir ki, o demək olar ki çalışmır. Yəni o qədər az çalışır ki, biz deyə bilərik ki o çalışmır. Məsələn, gündə 5 dəqiqə işləyir. Demək olar ki işləmir. Deməli, mən sizə desəm ki, hard zərfi ilə hardly'nin fərqi nədir? Deyəcəksiniz, birincisi bunların məna fərqi var. Hard zərfi ilə hardly zərfi bir-birinə antonimdir. O çox çalışır, bu birisi isə az çalışır. İkinci böyük fərq nədədir şagirdlər? Fikir verin. Hard zərfi feildən sonra işlənir. He works hard. Amma hardly zərfinə diqqət edin, feildən əvvəl işlənir. Və bu testlərdə topluda sizin qarşınıza çıxacaq. Bir də deyirəm, unutmayın. Bu sonradan ly götürən bu zərflər lately, nearly, hardly dərəcədə işlənmir. Bunların qarşısına more deyə bilməzsiniz. More lately, more nearly, more hardly deyə bilməzsiniz. Bu tip zərflərdən biri də high'dir. Bu da topluda qarşınıza çıxacaq. High həm sifətdir, hündür, dağ, həm də zərfdir. Hündürdən deməkdir. Yəni, the bird was flying high, quş hündürdən uçurdu. Burada hündürdən zərfdir, burada isə hündür sifətdir. Bəs highly zərfinin high zərfindən fərqi nədir? Gəlin baxaq. Baxın, bu zərfin, bu birisi high zərfindən ciddi bir fərqi var. High zərfi həqiqi mənada hündürdən deməkdir. Quş hündürdən uçurdu. Amma highly zərfi məcazi mənadadır. Hündürdən demək deyil, yüksək, çox kimi tərcümə olunur. Çox vaxtı participle tool'ların qarşısında buna rast gəlirsiniz. A highly respected man çox hörmətli adam kimi tərcümə olunur. Yəni, hündürdən hörmətli adam deyirik. Deyirəm ki, a highly paid job. Çox, deməli, highly paid job mənası bizim dilimizdəki qarşılığı yüksək maaşlı iş deməkdir. Baxın, və yaxud deyək ki, they paid me high.
Onlar mənə yüksək maaş ödədilər. Bu demir ki, onlar mənə hündürdən çox pul ödədilər. Deməli, mən sizdən soruşsam ki, high zərfinin highly zərfindən fərqi nədir? High zərfi həqiqi mənada hündürdən deməkdir. Highly zərfi isə məcazi mənadadır. Hündürdən demək deyil, yüksək və ya çox kimi tərcümə olunur. Əziz şagirdlər, deməli, bax, bu 4 dənə zərf arasında bir dənə highly-ni siz dərəcədə görə bilərsiniz. Misal üçün deyirəm ki, they paid me more highly. Onlar mənə daha yüksək maaş ödədilər. Bu mənada işlənə bilər. Ya da a more highly paid job daha yüksək maaşlı iş mənasında işlənə bilər. Amma ilk 3 dənə bu lately, nearly, hardly dərəcədə işləmirlər. Bir də deyirəm, bunların ilk gördükləriniz late, near, hard və high həm sifətdirlər, həm zərfdirlər. Bunların zərf mənasının sağ tərəfdəki zərflərdən fərqi var. Late həqiqi mənada gec deməkdir. Lately son zamanlar. Niyə mənim yaxınımda deməkdir. Nearly isə az qalsın ki deməkdir. Hard zərf kimi çox deməkdir. Hardly isə çox az deməkdir və bir də hard feildən sonra işlənir, hardly isə feildən əvvəl işlənir. High həqiqi mənada hündürdən deməkdir, highly isə yüksək deməkdir. Gəlin indi davamına baxaq. Əziz şagirdlər, burada nümunə cümlələr görəcəksiniz. Burada bir yerə diqqət eləyək. Misal üçün, hard sifət mənası var burada. This is a hard task. Bu çətin tapşırıqdır. Hardın sifət mənası həm də bərk ola bilir. The ground was hard after the frost. Donmadan sonra torpaq bərk idi. Sifət kimi hardın bərk mənası da var. Baxın burada nümunəyə. He works hard. O çox çalışır. Amma altdakı cümlədə hardly'yə baxın. He hardly helps me. Hardly feildən əvvəl gəldi. Bir də burada rast gələsiniz lonely və alone sözünə. Alone həm sifətdir, həm zərfdir. Lonely isə sadəcə sifətdir. To be-dən sonra bilirsiniz ki, sifət yazmaq lazımdır. Ona görə həm lonely yaza bilərsiniz, həm alone. Sual versəz ki, müəllim, lonely sifətinin alone sifətindən fərqi nədir? Alone odur ki, mən otaqda təkəm, heç kim yoxdur məndən başqa. Həqiqi mənada təkəm, amma lonely məcazi mənada tək. Yəni, mən kimsəsizəm, yalnızam. Bu mənada istifadə olunur. Zərf kimi işlədəndə ki, mən tək yaşayıram, yəni heç kim yaşamır məndən, onda zərf olaraq sadəcə alone işlədə bilərsiniz. Baxın, she feels sifət daxı. Məndən nə istəyir? Feel sifətlərlə işlənən feildir deyə mən bura lonely yazdım. Özünü tənha hiss edir. Amma yaşayır deyəndə mənə nə lazımdır? Zərf. Onda alone deyirəm. Gəldi indi əsas məsələyə. Baxın, sifət zərf testində bizim bilməli olduğumuz şeylər əsasən zərf bölməsində bir budur, testlərdə bunlar bizə lazım olacaq. İkinci məsələ nədir şagirdlər? Test edəndə necə bilək bizdən sifət tələb olunur yoxsa zərf? Biz göstəricilər keçmişdik. Misal üçün, boşluğun sağında zəng gələndə sifəti müqayisə dərəcəsində yazırdıq, xatırlayırsınızsa. Və yaxud as, boşluq, as. Biz sifəti adi dərəcədə yazırdıq. Amma bu göstəricilər sadəcə sifətə aid deyil. Bundan sonra yadda saxlayın, bu göstəriciləri görəndə həm sifət yaza biləcəksiniz, həm də zərf yaza biləcəksiniz. Onda sizdə sual yaranacaq. İndi biz müəllim zəng görmüşük. Biz necə bilək ki, burada sifətin müqayisəsini yazaq, yoxsa zərfin müqayisəsi? Bu çox önəmli qaydadır. İndi bunu deyirəm və asan qaydadır. Əziz şagirdlər, test eləyəndə həmişə diqqət edin. Boşluğun sağında ilk olaraq isim görsəniz, 100% bilin ki, sizdən sifət tələb olunur. Baxın, sifət yazasınız. Azərbaycan dilindəki kimi. Bəs birdən boşluğun sağında isim görməsək, nöqtə, cümlə bitib, isim yoxdur. Onda neyini? Bax, onda ehtiyatlı olun. Onda sizdən sifət də istəyə bilər, zərf də istəyə bilər. Bəs biz hansını yazaq? Bax, bunu bilməyin çox bəsit yolu var. Sifət yazaq yoxsa zərf? Həmin an cümlənin feilinə fikir verin. Unutmayın, bütün feillər sizdən normalda nə istəyirlər? Zərf istəyirlər. Amma istisna feillər var ki, onlar zərflə işlənmirlər. Ona görə siz feilinizə baxın. Əgər sizin feiliniz həmən istisna feillərdəndirsə, misal üçün, onlardan birini yazıram, to be-nin forması is.
Fiiliniz əgər izdirsə, bilin ki, sizdən nə istəyəcək? Sifət. Qalan bütün feillərdə isə sizdən nə istəyəcəklər? Zərf. Bir də deyirəm, isim varsa, heç nə düşünmədən bilin ki, sizdən sifət istəyəcək. İsim yoxdursa, ikisini də istəyə bilər. Feilə baxırıq. Feil istisna feillərdəndirsə, bir 11-12 dənə feil deyəcəm sizə. O feillərdəndirsə, bilin ki, sizdən sifət istəyəcək, amma başqa feildirsə, bilin ki, sizdən zərf istəyəcək. İndi istisna feillər hansıdır? Gəlin baxaq. Baxın, bunlardan biri, baxın, burada listədə var bu feillər ki, bunlar istisna feillərdir. Bunları görəndə bilin ki, sifət istəyir. Misal üçün, your room is big. Sənin otağın. Mən indi baxın, burada niyə sifət yazmışam? Nöqtənin sağında isim yoxdur deyə feilə baxmışam. Görmüşəm, istisna feildir to be. Ona görə nə yazdım? Sifət. To be ilə bağlı bir qeydimiz var. Nədir bu? Əgər görsəz ki, yazılıb ki, she is, onda bilin ki, burada sizdən nə istəyir? Sifət. Amma desək ki, she is walking. İndi desək ki, sizdən sifət istəyir, yoxsa zərf, deyəcəksiniz, birinci cümlədə to be-nin özündən söhbət gedir deyə biz bura sifət yazırıq. Amma ikinci cümlədə walking, əsas feil, walking feilidir deyə to be-yə aldanmırıq. Biz bura nə yazırıq? Zərf yazırıq. Birincidə sifətdir, ikincidə zərf. Və yaxud, the room is boşluq cleaned. Çaşa bilərsiniz ki, müəllim, mən burada to be-ni gördüm, ona görə sifət yazdım. To be-nin böyründə ikinci bir feil görürsünüzsə, yəni ana feil, əsas feil, bilin ki, biz o feilə tabi oluruq. Cleaned feilinə görə biz bura nə yazmalıyıq? Zərf yazmalıyıq. Başqa feillər hansıdır? Become sifətlə işlənir. Look, görsənmək mənasını verirsə, sizdən sifət istəyir. Taste, dad vermək, sifət istəyir. Smell, iyi vermək, sifət istəyir. Amma bu üç feildən ehtiyatlı olun. Look, taste, smell. Əgər misal üçün mən yazsam ki, she looks nice. Baxın, look burada görsənir deməkdir. O, gözəl görsənir. Amma she looks at me, o mənə baxır deyirəmsə, onda mən nə yazacağam? Zərf yazacağam. O mənə gözəl baxır. Və yaxud, she, the meal, tastes, yemək dad verir. Dad verir istisna feildir deyə sifət istəyir. Nice. Amma desəm ki, she tastes the meal, o yeməyin dadına baxır desəm, onda zərf istəyir. Deyəcəm, carefully. O, ehtiyatla yeməyin dadına baxır ki, ağzı yanmasın bu mənada. Deməli, look feili görsənmək mənasını verəndə bizdən sifət istəyir. Taste feili dad vermək mənası verəndə bizdən sifət istəyir. Eləcə də smell. I smelled the flowers. Mən gülləri qoxladım, iylədim desə, sizdən zərf istəyəcək. Amma the flowers smelled desə, güllər iy verir desə, onda iy vermək mənasında sizdən sifət istəyəcək. Ona görə bu üç feilə diqqət edin. Look, taste, smell. İy vermək, dad vermək və görsənmək. Yəni, yanına isim götürməyib. Diqqət edin, bu üç feil təsirsiz feil kimi işləniblər, sifətlə işləniblər. Feel sifətlə işlənir. Find sözünə diqqət edin. Find əgər axtarıb tapmaq mənasındadır. Deyirəm, I found your house. Burada deyir, mən sənin evi axtarıb tapdım. I found your house easily. Onda mən nə yazdım? Baxın, bura zərf yazdım. Gördünüz. Bəs deyəsiniz, müəllim, burada foundda siz yazmışsınız ki, sifətinə yaz. Diqqətli olun. Find əgər sənin evin mənə gözəl gəldi, sənin evin mənə böyük gəldi, bu çalışma mənə çətin gəldi kimi tərcümə olunursa, bax, o zaman sifət olur. Deyirəm, I found this book. Mənə bu kitab asan gəldi, ya da maraqlı gəldi. Interesting. Mən iki cür bunu tərcümə edə bilərəm. Mən bu kitabı çox asanlıqla tapdım. Axtardım, asanlıqla tapdım. Elə çətin olmadı bunu axtarıb tapmaq. Onda I found this book easily. Həqiqi mənada axtarıb tapdım mənasındadırsa,
onda bizdən zərf istəyir. Amma I found this book interesting deyəndə demək istəyir ki, kitab mənə maraqlı gəldi. Bax, bu mənanı verirsə found mənə maraqlı gəldi. Bu zaman biz burada nə yazırıq? Sifət yazırıq. Buna diqqət etmək lazımdır. Yəni, bu feillərlə bağlı olan qeydlərə xüsusi fikir verin. Sonra bu feillərin içərisində bir də make feili, stay feili, remain feillərində make-ə diqqət edin. Baxın, she made me angry nə deməkdir? O məni əsəbi etdi, yəni əsəbləşdirdi. Amma make hazırlamaq mənasını versəydi, deyirəm ki, I made the cake quickly. Mən tortu sürətlə hazırladım. Bax, hazırladım mənasındadırsa zərf istəyir. Amma she made me angry. O məni əsəbi etdi. Etdi mənasındadırsa, yəni məni əsəbləşdirdi, onda bizdən sifət istəyir. Bu feillərlə olan qeydlərimizi buradan izləyin. Dərslikdə bunlar çox ətraflı yazılmayıb. Və gəldik ən vacib məsələlərdən birinə şagirdlər. Deməli, öncəliklə dərəcələrdir. Dərəcələri keçməzdən əvvəl bir də deyim. Biz sifət zərfdə əsas diqqət etməliyik. Bir, sonradan ly ilə düzələn sözlərə, bunların içərisinə highly, sonra hardly, nearly, lately sözləri daxildir ki, baxın, bu zərflərin bunların kökündəki zərflərdən fərqləndirir. Yəni, highly-ni high zərfindən birin fərqi nədir? Hardly-nin hard zərfindən fərqi, nearly-nin near zərfindən fərqi, lately-nin late zərfindən fərqi. Bir, bunları bilməlisiniz siz test yazanda. İkinci məsələ, yaxşı bilməlisiniz, bu hansı feillərdir ki, bizdən sifət istəyir. Look'dur, taste'dir, smell'dir və yaxud to be-dir və bunlarla bağlı istisna hallar ki, sizə dedim. Bunları yaxşı bilməlisiniz. Üçüncü məsələ dərəcə. Zərflərin dərəcəsi, uşaqlar, sifətin dərəcəsi kimi düzəlir. Misal üçün, sifətdə nə edirdik? Bir hecalı cold, müqayisədə deyirdik colder. Üstünlükdə nə deyirik? Coldest. Və üstünlükdə sifətə nə artırırdıq? Z artırırdıq, düzdür? Zərflər və çox hecalılara nə edirdik? Deyirdik quickly, daha doğrusu interesting, more interesting və the most interesting. Bəs zərflər necə olur? Əziz şagirdlər, zərflərin də dərəcəsi sifət kimidir. Əgər zərf kiçik ölçülüdürsə, R-lə, S-lə olur, sadəcə zərfin üstünlüyündə Z artiklı olur. Əgər zərf çox hecalıdırsa, more-la, most-la olur, üstünlüyündə Z olur. İndi baxın, əgər zərf, misal üçün, hard zərfi, fast zərfi, late zərfi, early zərfi, baxın, bu zərflərin müqayisəsi necə olacaq? R artıracaqsınız və S də artıracaqsınız. Amma ly ilə düzələn zərflər, quickly, slowly, baxın, ly ilə düzələn zərflər istər-istəməz çox hecalı olur. Bir hecanın biri elə ly şəkilçisi olur, bir də sözün özü olur. Ona görə ly ilə düzələn sifətlər, zərflər çox hecalı olduğu üçün onların müqayisəsi more-la, most-la olur. Z qoymuruq, unutmayın. Sual verə bilərsiniz ki, müəllim, bəs ly ilə düzələnləri more, most dediniz. Bəs early-ni niyə elə demədiniz? Əziz şagirdlər, birincisi early ly ilə düzəlməyib. Sözün köküdür early. Tamam, yenə sual verə bilərsiniz ki, müəllim, bəs early əgər sözün köküdürsə, niyə olsun da sözün kökü? Axı, iki hecalıdır. Early. Niyə bu more-dan olmadı? Uşaqlar, ingilis dilinin kökənində əvvəllər early sözü olmayıb. Əvvəllər olub earl. Bu earl olub, ly ilə bitib. Müqayisəsi ona görə R və S olub. Sonradan buna y artırılıb, sonralar, amma müqayisə və üstünlüyü elə belə də qalıb. Bir sözlə çətin olmasın deyə çox xırdalığa getməyim. Ly ilə düzələn zərflər more, most olur. Sözün kökündədirsə ly, artıq bu düzələn zərf deyil. Bu sözün kökündədir, belə yadda saxlayın. Ona görə bunun müqayisəsi R ilə S ilə olur. Kökündən dəyişənlərimiz var idi bizim sifətdə. Good, better, Z, best. Zərf olanda birincisi bilin ki, Z olmur.
Və zərf olanda good sözü sifətdə axı, müqayisəsi better best. Zərf olanda adi dərəcədə goodun əvəzinə well olur. Well, better, best. Müqayisə və üstünlüyü olduğu kimi qaldı, görürsünüz. Badly isə adi dərəcədə bad var idi. Biz deyirdik worse. Üstünlükdə nə deyirdik? The worst. Zərf deyəcəyini götürdüm. Müqayisə və üstünlüyü sifətdəki kimi oldu. Adi dərəcədə isə bad demirik. Zərf olduğuna görə buna deyirik biz badly. Zərflərdə xüsusilə 3 detaya diqqət edin, çaşacağınız. 1. Bəzi sözlər var ki, onların qarşısına mor qoymaq olmur. 1. Hardly sözü, 2. Lately sözü, 3. Highly sözü, 4. Badly sözü, 5. Nearly sözü. Nearly bu tərəfə yazın. Baxın, bu sözlərin qarşısına mor yazıb sizi aldadacaqlar. Bu sözlərin qarşısında qətiyyən mor yazmayın. Niyə? Çünki mən sizə az öncə dedim, elva ilə ikinci məna götürən zərflər hardly, lately, highly, nearly, bu ne? Highly yox, üzr istəyirəm. Highly adı oluna bilər müqayisə edəcəsində. Hardly, lately, nearly. Bunlar heç vaxt mor götürə bilmirlər. Ona görə ki, bunlar sonradan yaranan zərflər idi, dərəcə ehtiyac yoxdur. 1. Early-dir, yadda saxlayın. Mor qoyacaqlar qarşısına olmaz. Səbəb odur ki, early sözü erlə düzəlir, morla düzəlmir. Bir də badly-dir. Badly-də niyə mor olmur? Çünki badly kökdən dəyişir. Baxın, 1. Badly-ni yadda saxlayırıq. 1. Early-ni yadda saxlayırıq. Bir də bu 3 dənə sözü yadda saxlayırıq ki, bunlar dərəcədə işlənmirlər. Baxın, bu da burada sizə göstərdim. Dərslinizdə burada hardly var, badly var, early var. Amma özünüz bura hardly-nin yanına əlavə eləyərsiniz. Nəyi? Əlavə eləyərsiniz lately-ni, bir də nearly-ni də bura əlavə eləyə bilərsiniz ki, bunlar dərəcədə işlənmirlər. Bir də unutmayın, sifətdə hansı göstəriciləri keçmişdirsə ki, onlar adi dərəcə istəyir, zərfdə də eyni şeydir. Sifətdə demişdik, zən olanda müqayisə yaz, much, bit, little olanda müqayisə yaz, bunlar zərfə də aiddir. Üstünlük dərəcəsi sifətdə nə idisə, zərfə də aiddir. İndi misal üçün test edirik. Baxın, yazıb ki, bura, Jane is swimming, boşluq, zən, me. İndi deyir ki, bura hansı dərəcəni yazarsan? Baxın, məntiqli olun. Zəni görəndə bilirəm ki, mən müqayisə dərəcəsi yazacağam. Bəs müəllim, siz indi burada slow sifətinin müqayisəsini yazarsınız, yoxsa slowly zərfinin müqayisəsini yazarsınız, yəni more slowly yazarsınız. Neyi necəksiniz? Yadda saxlayırıq ki, test edəndə boşluğun sağında baxırıq, isim varmı? Burada ilk söz, xeyr. Onda feilinə baxırıq. Feil nə feildir burada? Swim. Niyə izə baxmırıq? Çünki iz tək başına olsaydı bizdən sifət istəyərdi. Amma bölündə ikinci bir feil varsa, həmən feilə baxırıq. Swimming istisna feillərdəndirmi? Xeyr, istisna feillərdən deyil. Deməli, onda bu bizdən zərf istəyir. Biz slow deyil, more slowly yazırıq.